MİQ və sertifikasiyaya hazırlaşan texnologiya müəllimləri. Bugün mən sizə 6-cı sinif texnologiya dərsindən oduncaq bölməsi, oduncağın emalı bölməsindən meşə materialları haqqında məlumat vermək istəyirəm ki, hansı ki verəcəyim məlumat MİQ imtahanlarında tez-tez düşən suallardan biridir. Gəlin meşə materialları ilə tanış olaq. Ümumiyyətlə, kök, həmçinin budaqlardan təmizlənərək kəsilmiş ağac gövdələri, qol budağı təmizlənmiş ağac materialı adlandırılır. Necə? Kök və budaqlardan təmizlənərək kəsilmiş ağac gövdələri, qol budağı təmizlənmiş ağac materialları adlandırılır. Qol budağı təmizlənmiş ağacı eninə mükarlanması nəticəsində də alınan meşə materialları, məsələn, bu şəkildə qeyd olunmuşdur. Deməli, şəkil A-da qol budağı təmizlənmiş ağacdır, B-də şalbandır, C tir, C isə kötükdür. Oduncağın hazırlayarkən onun təbii teksturasını, quruluşunu qoruyub saxlayan bütün materiallar meşə materialları adlandırılır. Meşə materialları, məsələn, deyək ki, şalban uzunluğu ən azı 3 metrdən çox olan meşə materialıdır. Ən azı uzunluğu 3 metrdən çox olan meşə materialıdır. Deməli, şalbandan binaların döşəmələri üçün tirlər, müxtəlif taxta konstruksiyalar hazırlanır, mişar materialları əldə edilir. Tir isə şəkil C-dəkidir, uzunluğu 2-4 metr olan meşə materialıdır. Deməli, tirdən alınır karandaş, xizək, yonulmuş şpon və s. Şəkil C-dəki isə kötükdür, ən qısa meşə materialıdır, uzunluğu 2 metrə qədərdir. Ümumiyyətlə, yaddaşımızı belə saxlayacağıq ki, şalban, deməli, çox olan, yəni 3 metrdən çox olan, tirdə gəlir olan, kötükdə isə qədər. Çox olan, qədər. Çox olan nə idi? Şalban, metr olan tir, qədər isə kötük idi. Deməli, meşə materiallarını, həmən bu meşə materiallarını ölçmək üçün də alətlər vardır ki, məsələn, buna deyək ki, ölçmə çəngəli, ölçən dəmir bənd, metrə və yaxud da ki, ölçmə reykası, rulet adlanır. Ümumiyyətlə, şalbanın uzunluğu ən azı 3 metrdən çox olan meşə materialıdır. Həmən bu şalbanın diametr və uzunluğuna görə həcmini hesablayırlar. İstehsalatda meşə materiallarının həcmi onların təpə diametri və uzunluğundan asılı olaraq xüsusi cədvəllərdə daha dəqiq müəyyənləşdirilir. Hansı hissələrindən müəyyənləşdirilir? Təpə diametri və uzunluğundan asılı olaraq xüsusi cədvəllərdə müəyyənləşdirilir.